Bu günlərdə bizim görkəmli şairimiz, daha doğrusu 20-ci yüzyıl Azərbaycan poeziyasında xüsusi yeri olan söz sahiblərindən biri Məmməd Arazın xatirəsi tez-tez yada düşür, tez-tez onun haqqında danışılır, yazırlar, onun haqqında danışılır. Və bunları sevindirir. Ümumiyyətlə söz adamları, sənət adamları, doğum günü oldu, olmadı, gərək xatırlansın tez-tez. Amma biz də indi vərdiş eləmişik, yaxşı heç olmasa doğum günlərində yada salırıq. Məmməd Araz mənim çox sevdiyim şairlərdən biri idi və təsadüfən tanış olandan sonra ömrünün sonuna qədər biz onunla dost olaraq qaldıq, dost olduq. Mənə verdiyi kitabından mən onun şeirlərinin gücünə, daha doğrusu heyran qaldım. Onun şeirlərini sevdim, onun istedadını, ilhamını həmişə yüksək qiymətləndirdim. Tanışdığımız da çox qəribə olmuşdur. Məmməd Araz və onunla bərabər yaşıd olan, o vaxt Cabir Novruz, Söhrəb Tahir biraz yaşlıydı, sonra Tofiq Bayram. Yəni bu yaşlarla olan, o deyək ki, silsilə yan-yana fəaliyyət göstərən şairlərin ilk kitablarının, ya ikinci kitablarının hər halda təqdimatı idi və indiki elə o vaxtki də həm də Ədəbiyyat Muzeyi, Nizami Muzeyinin altındakı kitab dükanında onların kitablarının təqdimatı keçiriləcəkdi, imza günü. Bunu oxumuşdum və ora adlarını eşidirdim, əsərlərini oxuyurdum. Dərsdən çıxıb tələsik getdim, ora gördüm ki, imza qutarıb, kitab imzalaması prosesi bitib. Bitib və biraz da pərt oldum, çünki istəyirdim imzalı kitablar alım onlardan. Şeir həvəskarı kimi hələ ilk, yəni deməli, şeirli hələ heç Respublika mətbuatında ilk şeir çap olunmasa da ədəbiyyat dərnəklərində artıq tanınan, öz yazılarını oxuyan bir adam kimi istəyirdim onlardan kitab alım. Getdim, şairlər dağılıb gediblər və biraz da pərt dayandım pəncərənin qabağında, o həyətdəki böyük, ucaq qovaq ağacı, sərv ağaclarına baxa-baxa, indi o sərvlər durur orada. Bir də gördüm, qoluma kimsə girdi. Çevrilib baxdım, tanımadığım bir adam. Dedi, niyə fikirlisən? Dedim, biraz pərt oldum. Niyə pərt oldun? Dedim ki, gəlmişdim şairlərdən imzalı kitab alım, amma gecikmişəm. Dedi, gecikməmsən, gəl sənə kitab, mən kitab verim sənə. Kitabda yazdı kitabın üstünü, adımı soruşdu, yazdı ki, Böyük Sabirin nəvəsi, gənc Sabirə, böyük ümidlərlə, yəni soruşdu nə ilə məşğulsun, böyük ümidlərlə. O kitab indi də durur mənim kitabxanamda. Altında Məmməd İbrahim, onda hələ Məmməd Araz deyildi, Məmməd İbrahim idi. Bu birinci kursun axırı idi və birazdan yay tətili başladı. O kitab da balaca elə cibdə, pasport kimi cibə yerləşən bir kitabıdır. Mən səni taparam adında. Bu Məmməd Arazın ikinci kitabı idi. Araz Axır deyəsən birinci kitabı olmuşdu, bu ikinci idi. Sonra getdim yayda kənddə də qalmadım, qalxdım yaylağa və yaylaqda bu kitab mənim çox belə yaxın dostum, yoldaşım oldu. Mənim ətrafda o vaxt anam, sonra qonşular, yaşlı insanlar söhbət eləməyə ikinci mənim yaşadığım yoxdur. Məmməd Araz mənim oldu, Məmməd İbrahim o yay oldu mənim həm söhbətim. Və o kitabı demək olar ki, mən hamısını əzbər bildim. Onda mən yaddaşım çox möhkəm idi, indi söz şeylərimi yadımda saxlaya bilmirəm. Və bütün kitab mənim hafizəmə hopdu. Sev ürək, duy ürək, ağla gül ürək, şairin gözü də ürəkdir bəzən. Ulduzlar göz olsun nəyimə gərək, dünyanı ürəklə görə bilməsəm. Ürək haqqında yazdığı şeirlərdir, yaxud yollar silkələnər, reyslər qırılar, bir qəlbin yükünü qatara yıxsan, ürək ağrısı, ürəyin nə qədər yük daşıdığını bundan gözəl necə demək olardı. Sonra da o şeirlər və bütün belə Məmməd Arazın ruhunu hiss eləmək üçün o kitab elə bəs idi. Sonra
payızda o vaxt universitetin yataqxanalarında və ümumiyyətlə universitetin müxtəlif fakültələrində şeir kitablarının müzakirələri çox belə gözəl bir ənənə idi. Tələbələr axışırdı ora, ədəbiyyatla nəfəs alırdı gənclik. Və Məmməd Arazın elə payızda bir görüşü oldu, hansı kitabxanada indi yadımda deyil və mən o görüşdə çıxış elədim. Bu əhvalatı danışdım, tanışdığımızı və o kitabı əzbər bildiyimi və kitabdan da bir xeyli elə şeyləri əzbər dedim. O gündən mən elə gəlir ki, Məmməd Arazla bizim belə xoş münasibətimiz yarandı. İllər keçdi və Məmməd Arazın Qanadlı Qayalar kitabı çıxandan sonra onun deməli vətəndaşlarının vətəndaşlıq nəğməsi haqqında adlı, onun haqqında 3 hissədən ibarət böyük bir məqalə yazdım. Mənə elə gəlir ki, Məmməd Araz haqqında Respublika mətbuatında belə o həcmdə ilk yazılardan birini mən yazmışdım. Və təbii ki, özü də bəyənmişdi, amma tənqidi qeydlərim də vardı. Bəzi sözlər, müasir görünmək üçün işlətdiyim bəzi ifadələr və yaxud bəzi təşbihlər falan indi mənim o günkü, o vaxtki təfəkkürümlə Məmməd Arazın şeirinə yaraşmayan ifadə tərzi idi. Onlar da demişdim və ondan da təbii ki, inciməmişdim. Məmməd Araz şeirinin ən səciyyəvi xarakterik cəhəti nədir? Məmməd Araz şeirində söz güclüdür. Söz güclüdür. Sözün enerjisi duyulur. Sözün ağırlığı duyulur. Ben onun hakkında yazanda yazmıştım ki, ümumiyyətlə şeir şairlərin yaradıcılığı, hər şair bir ulduzdur, yaxud bir planetdir. Hansı planetin ətrafında, yəni onun söz orbitində hava varsa, oksigen varsa, o planet diridir, yoxsa ölüdür. Elə şairlər var ki, şeirləri yəni ölü doğulur. İfadə var, təşbih var falan var, amma ölüdür. Bizim ədəbiyyatımızda diri, böyük sözün gözəl dənələri var. Nəsimi sözü, Füzuli sözü, Sabir sözü. Yəni bunlar möhtəşəm, Hadinin sözü möhtəşəmdir. Məmməd Araz yəni o ənənəyə bağlı idi. O güc hardan gəlirdi? Onun gücü ilk növbədə vətən torpağına bağlılıqdan gəlirdi. Torpağa bağlılıq. Obrazları qayalardan, daşlardan, arazdan, Azərbaycanın taleyindən gələn obrazlardır və böyük obrazlardır. Kosmik genişliyə can atan sözüdür. Mənim o Təbriz ağlayırdı dağlar başında çox sevdiyim bir şeiri var. Həmişə onu deməli misal çəkirdim o vaxtlarda görüşlərimizdə. Deyirdim. Və baxın o ifadə tərzi özü adamı cəlb edir. Ağlasa ağlardı ildırım kimi. Gürşad saçı yoran sıldırım kimi, qopub şimşəkləri bir şırım kimi nəğmə söyləyirdi dağlar başında. Təbriz ağlayırdı dağlar başında. İldırım, şırım, kosmik genişlik, səma genişlik bu Məmmədin şeirlərinə xas olan bir cəhətdir. Ağlasa ayaqda tüfəngə dönər, balası vurulan pələngə dönər. Bir dərə ağızlı nəhəngə dönər, dumanlar yas qurdu dağlar başında, Təbriz oxuyurdu dağlar başında. Bir dərə ağızlı nəhəng və yaxud balası vurulan pələng, yenə bu deyirəm bizim poeziyamızda yeni obrazlardır. Məmmədin Naməlum qadına məktublar, yaxud atası haqqında poema, Atamın kitabı, sonra səfərlərdə yazdığı şeirlər, ümumiyyətlə hansı şeirin əlatı və yaxud ömrünün son illərində Azərbaycan haqqında yazdığı şeirlər, Ayağa dur Azərbaycan, dillər əzbəri olan şeirlər və onun poeziyasının böyük vətən ruhundan doğurdu, vətəndaşlıq ruhundan doğurdu. Ona görə də mən onu yazmışdım, vətəndaşlarının vətəndaşlıq nəğməsi. Onun qələmində vətənin dağı, daşı, hamısı vətəndaşlıq nəğməsi oxuyur. Azərbaycan poeziyasının, indi biz Oğuz şeirinin 1400 illik tarixindən danışırıq. Azərbaycan poeziyasının 1000 illik tarixini göz önünə gətirirəm. Qeyri-adi dərəcədə böyük metafora sistemi olan, insanla Tanrını bağlayan, yer, göy, bütün təsəvvüf və yaxud sufi ədəbiyyatı hamısı
dünyanı bütöv görən böyük deməli poeziya nümunələri oxumuşuq və böyük bir şeir ənənəsi var bizdə. Amma qəribədir, o şeirin içində hər cür obraz var, hər cür Tanrı, doğuluş, ölüm, dirim, ondan sonra insanın böyüklüyü, hər cür obrazlar var. Vətən obrazı yoxdur. 20-ci yüzyıla qədər Azərbaycan şeirində demək olar ki, vətən obrazı yoxdur. Sabirə qədər, Hadiyə qədər. Azərbaycan obrazı, vətən obrazı bu əsrin deməli balasıdır, bu əsrin övladıdır. Bu kiməsə xoş gələr, kiməsə xoş gəlməz. İndi bəzən yenilik axtaranlar ədəbiyyatda güya deyirlər ki, vətəndaşlıq ədəbiyyatın işi deyil. Buna ədəbiyyatın yox, publisistanın işi kimi baxırlar. Amma Məmməd Araz o şairlərdəndir ki, başqalarına publisistika kimi görünən şeyi son dərəcə bədii bir şəkildə şeirinin deməli cövhərinə çevirirdi, mayasına çevirirdi. Məmməd Arazla uzun müddət biz bir yerdə işlədik. Son dərəcə qeyri-adi, gözəl bir insanıdır. Azərbaycan təbiətinin vurğunu idi. Ona görə də uzun illər sonra Azərbaycan Təbiəti jurnalının baş redaktoru oldu. Sağlam, yeriyəndə dəhlizdə divarlar titrəyirdi. Belə həmişə də gülə-gülə, xoş əhval-ruhiyyə ilə gəlirdi. Amma günün birində xəstələndi. Və həmin xəstəlik epizodunu da deyib, söhbətimi yekunlaşdırmaq istəyirəm. Çünki bu da qəribə bir talihdir və təəssüf ki, bu ağrılardan hamımız keçib gəlmişik. Nəriman Nərimanovun heykəli qoyulanda, o heykəl təbii ki, hamımızı sevindirirdi. Orada Kirovun heykəli var. Kirov Azərbaycan xalqının başına bəla açıb, düşmənçilik edib, onun əmri ilə Dağlıq Qarabağ adlı bir vilayət yaradılmışdı və s. Amma gəlib Bakının başının üstündə əlini uzadıb və belə həqarət kimi belə bir heykəli qoyulub. Nərimanovun heykəli yoxdur. İndi bizim siyasi liderlərdən kimin heykəli qoyulmalıdır? Nəriman Nərimanov həm yazıçıdır, həm də siyasi lider olub. İndi bugün ona biri bolşevik kimi baxır, Məmməd Əmin Rəsulzadəyə qarşı qoyurlar. Mənasız bir şeydir. Biri bir xəttin yolçusuydu, bir başqası. Amma onların arasında münasibət də var idi hər halda. O Azərbaycanın taleyini bir istiqamətdə görürdü, o birisi iki başqa istiqamətdə. Amma ikisi də Azərbaycan sevdalısıdır, Azərbaycanı sevirdi və Nəriman Nərimanov olmasa Azərbaycan bugünkü xəritə, bugünkü coğrafiyada mövcud olmazdı məncə. Nəriman Nərimanovun heykəli qoyulur və hamımız sevinirik. Heykəlin üstün örtüyü artıq çəkilib. Buradan gedən məktublara görə onun pedestalı bir xeyli kiçildirsə də, amma çox əzəmətli bir heykəldir. Və Ədəbiyyat qəzetində də biz bir yerdə işləyirdik. Məmməd Araz baş redaktor müavini idi. Baş redaktor burada yoxdur. Yusif Əzimzadə Məmməd Araz onu əvəz edir və Nəriman Nərimanovun heykəlinin şəklini Ədəbiyyat qəzetində birinci səhifədə verib. Bu, o dəqiqə bütün, təbii ki, bizi sevməyən qüvvələrin təsiri ilə Azərbaycanda Nəriman Nərimanovun hələ heykəl açılmayıb, amma şəkli gedib filanla, böyük hayküy bizə qəzetin bütün işçiləri sorğu-sual və tapşırıqla yazıçılar tuanda bu müzakirə olunur. Mən orada bir söz demişdim. Dedim ki, bu Nəriman Nərimanovun heykəlinin açılışından reportaj verməmişik ki, bu Nəriman Nərimanovun elə şeydəki şəklidir, onun emalatxanadakı şəklidir. Nəriman Nərimanov, Məmməd Araz bu həmin yazını verib, şəkli verib, amma özü də həmin həftədə çıxıb gedib məzuniyyətə. Bu vaxtdır ki, Moskvaya, Bakıdan məktublar gedirdi ki, Heydər Əliyev Azərbaycanda Nərimanovşinanı inkişaf elətdirir. Nərimanovu dirildir, Nərimanova yeni həyat verir. Nəriman Nərimanov 30-cu, 40-cı illərdə adı yasaqlanmışdı. Heydər Əliyevə ittihamlar yağdırırlar ki, Nərimanovu dirildir. Və elə həmin məktubların bəlkə təsiri ilə bu heykəl böyük bir problemə çevrildi, müzakirə olundu. Bundan sonra deməli, Məmməd Araz məzuniyyətdə ola onu işdən çıxartdılar. İşdən çıxartdılar və biz təbii ki, etiraz elədik. Yazıçılar tuanda keçirilən müzakirədə etiraz elədik. Sabir Əhmədinin çıxışı yadımdadır. Mən öz etirazımı bildirdim ki,
Bu adam məzuniyyətdədir, gəlsin, sonra müzakirə eləyərik bu məsələni. Amma yox, Məmmədi işdən çıxartdılar. Məmməd bir 20 gündən sonra çox xoş əhval-ruhiyyə ilə, belə deyək ki, dincəlmiş, yeni şeirlər yazmış, ürəyi dolu, qayıdıb işə gəldi, yanımızdan keçdi, getdi, qapını açdı, keçdi, içəridə oturdu. Hazırlaşır, biz də indi gedəcəyik, söhbət eləyəcəyik. Heç birimiz ürəyi eləyib, onun yanına girib deyə bilmirik ki, artıq sən, bu otaq sənə aid deyil, bu otaqdan səni çıxarıblar. Yəni, xəbərsiz, atərsiz. Xeyli müzakirə elədik, axır dedi, bir yerdə gedək, ya Məmməd çağıraq, bir yerdə oturub, çay ya da gedək bir yerdə. Bir yerdə girdik, təzə xəbəri ona dedik. Təbii ki, Məmməd son dərəcə ağır təsir elədi və deməli, həmin günlərdən başladı bunun əli əsməyə. Məmməd uzun illər o xəstəliklə yaşadı. Mən ona deyirdim ki, Məmməd əmi, hamımız əmi deyirdik, cavan olsa da. Deyirdik, Məmməd əmi, sən xəstə olsan da sözün Azərbaycan şeirinin ən deməli, sağlam şeiridir. Məmməd, yəni Məmməd xəstə vaxtında belə yazdığı şeirlərlə Azərbaycan sözünə şöhrət gətirən bir şair idi. Gözünü sıxansı daşda su yansa o daşatda Məmməd Araz yaşayır. Yəni bu dərəcədə o daşlara, Azərbaycan torpağına sözü ilə, ruhu ilə köçmüş bir şairdir. Məmməd Araz şeiri Azərbaycan torpağından güc alırdı. Məmməd Araz şeirinin orijinallığı onun həmişə həqiqətə söykənməsi ilə bağlı idi. Məmməd Araz qələmində yalan yox idi. Məmməd Araz şeiri Araza bağlı idi. Arazdan su içirdi. Məmməd Araz həm də ona görə böyük idi ki, o həmişə ancaq öz ilhamına, öz istedadına güvənirdi. Bir dənə də ilhamdan kənarda yazılmış şeiri yox idi. Nə düz deməmsən, düzünü de ki, bu torpaq ağaçsın üzünü de ki, dünyaya sonuncu sözünü de ki, ey qardaş qələmim, desəm, deməsəm, mən səni özümlə aparacağım. Məmməd Araz qələmə doğrudan da qardaş kimi baxırdı. O qardaş ona daim sədaqətlə xidmət elədi. Və ən maraqlısı budur ki, Məmməd Araz məhz burada biraz həqiqətdən kənar bir söz deyir. Çünki Məmməd Araz öz qələmini özü ilə aparmadı. Öz sözünü özü ilə aparmadı. Məmməd Arazın sözü Azərbaycanda həmişə var və həmişə var olacaq.